Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil veliyyekel ferec. Məkasib kitabından 334-cü dərsi oxuyuruq. Mövzumuz rüşvət mövzusudur. Yəni bu barədə bəhs edirik və artıq bu haqda bir neçə dərs oxumuşuq. Müxtəlif fikirlər deyilib alimlər tərəfindən və bugünkü dərsimizdə elə yenə də alimlərin rüşvət haqqında söylədiyi fikirlərdir. Mərhum Şeyx Murtəza Ənsari buyurur, rüşvətin ümumiyyəti yoxdur. Yəni, necə ümumiyyəti yoxdur? Yəni, hər hökmün müqabilində verilən pula rüşvət deyilməz. Bəlkə rüşvət o şeydir ki, o verilə batil bir hökmün müqabilində. Yəni, rüşvət verilə şəxs hakimə rüşvət verə ki, hakim onun ləhənə hökm eləyə. Ala o hökm batildir, ya haqdır, ümumiyyəti yoxdur bunun. Bəlkə batil hökm eləsə, onda onun müqabilində verilən pula rüşvət deyilər. Yəni, batil hökmün müqabilində verilən pula rüşvət deyilər. Əlbəttə, bu mərhum Şeyx Murtəza Ənsarinin söylədiyidir və buna bir rivayət də gətirir. Rivayəti qabaqki dərslərdə oxumuşuq. Əmmar İbn Mərvanın rivayətidir. Ona görə buyurur və mimma yədullu əla ədəmi umumir rəşa li mutləqil cül ələl hökm. Buyurur, o ki, dəlalət eləyir. Rüşvət mütləq şəkildə hökmün müqabilində qoyulan pula deyilməz. Yəni, ümumiyyəti yoxdur. Buna dəlalət eləyən nədir? Ma təqəddəmə və rivayəti Əmmar İbn Mərvan. Qabaqda oxuduğumuz rivayət ki var, Əmmar İbn Mərvanın rivayəti, o buna dəlalət eləyir. Min cə'lir rəşa fil hükm müqabilən li ucuril quzat. Rivayətdə rüşvət qərar verildi o hökmdə ki, o qazilərin, hakimlərin ücrətinin müqabilindədir. Yəni, ücrət başqadır, bu onun müqabilindədir. Xüsusən bi kəliməti əmma. Məxsusən rivayətdə əmma kəlməsi işlədilindi. Əgər bu əmma olmasaydı, onda deyərdi ki, bu ətv-i təfsilidir. Yəni, ətv-i xas bər am. Yəni, əmma olmasaydı, belə deyərdik. Yəni, deyərdik ki, bu ücrətin bir misdaqıdır. Amma bu əmma kəlməsi ki, Həzrət buyurdu ki, əmma bu kəlmə
müqabildir. O qazilərinin ücrətinin müqabilindədir. Vaxtı ki, bu cür oldu, bəs rüşvətin ümumiyyəti yoxdur. Hər hökmün müqabilində qərar verilən pul rüşvət deyil. Bu tərəfdən də mərhum şeyx buyurur, Nəam la yaxtassu bima yubzalu ala xususil batil. O tərəfdən də belə də məxsusluğu yoxdur, ha, yəni rüşvət tək deyək ki, o şeyə deyilir ki, o batilin müqabilində bəzl olunar, batil hökmün müqabilində bəzl olunar, bu xüsusiyyətdə yoxdur. Bəlkə rüşvət odur ki, o şəxs tərəfindən hakimə verilir, öz məqsədinin hasil olmağına. İndi bunun məqsədi haqdır, ya batildir, hər ikisinə aiddir. Nəm la yaxtassu bima yubzalu ala xususil batil. Bəli, bu rüşvət məxsus deyil ki, o yerə ki, ancaq batilin müqabilində verilir. Bəli, yəummu ma yubzalu lehusuli qərəzi. Bəlkə rüşvət odur ki, o verilər, burada qərəz sabit olsun. Və uvel hökm ləh. Yəni, bu qazi, hakim onun ləhənə hökm eləsin. Haqqan kana o batilən. Hələ o haqq ola, yoxsa batil ola. Və huvə zahiru ma təqəddəmə ənil misbah və nəhayə. Buyurur, elə bu mənadır ki, Misbah və Nəhayət kitabından zahir olur. Qabaqda oxumuşuq. İndi bu cür məna eləyəndə Yusuf ibn Cabirin rivayəti bizim bu sözümüzlə ziddiyyət təşkil edir. Çünki Yusuf ibn Cabirin rivayəti məxsusən, yəni rivayəti bunu yetirir ki, rüşvət o əvəzə, o pula deyilir ki, orada hakim haqq olan bir hökmü eləyir. Onun müqabilində alınan pul rüşvətdir. Deməli, bu rivayət rüşvəti məxsus elədi haqq olan hökmün müqabilində. Yəni, hakim əgər haqq olaraq bir hökm eləsə, onun müqabilində pul alsa, o rüşvətdir. Çünki rivayətdə bəzli fiqhi oxumuşuq rivayəti. Bəs bu rivayət rüşvəti xüsuslandırdı, nə batil hökmün müqabilində, bəlkə haqq olan hökmün müqabilində. Burada neyniyək? Bir mümkündür burada Yusuf ibn Cabirin rivayətini də həml eləyək. Bu yerə ki, deyək ki, burada bu şəxs rüşvət verir hakimə, məqsədin hasil olmağına. İstəyir o haqq ola, ya batil ola. Bir mümkündür bunu belə həml eləyək. Və yumkin, onda bu surətdə olduqda bizim dediyimizlə bu ziddiyyət təşkil eləməz. Və yumkin həmru rivayətu Yusuf ibn Cabir əla sual rüşvə lil-hukm lil-raşi haqqan av batilən. Bəli, mümkündür bu rivayəti də həml eləyək. O surətə ki, deyək ki, bu şəxs hakimə pul verir. Bəli, ta inki hökm eləsin. İndi hələ batil olsun, ya haqq olsun. Av yuqal, ya bu rivayəti belə tovcih eləyərik, izah eləyərik. İnnəl murad əl-cul.
Rüşvədən məqsəd həmən o qərar verilən puldur. Fəutliqə əleyhi rüşvə ki, ona rüşvət deyilir. Təkidən lil-hurmə. Ta inki hürməti, haramlığı burada təhkid eləmək üçün. Və minhu yəzhəru hurmətu əxzul hakim lil-cul minəl mutahakimin. Bəs buradan belə zahir olur ki, Yusuf ibn Cabirin rivayətindən hakim eləyə bilməz. O, mütəhakimindən əvəz tələb eləsin. Mütəhakimin demişik. Yəni, o 2 nəfər ki, hakimin yanına gəlir, ixtilafları var. Bunlar mütəhakimindir. Hakim eləyə bilməz. Onlardan bir əvəz götürsün. Mə təəyyünül hukumə aleyh. Bununla da belə hökm vermək də təyin olunur o qaziyə. Fərz eləyək ki, o bir dənə qazidir, hökmü ancaq o eləyir. Kəma yədullu aleyhi qovluhu aleyhissalam ehtiyacun nas ileyhi lifiqhi. Necə ki, rivayətdə də deyilir ki, bu hakim eləyə bilməz mütəhakimindən pul götürsün. Çünki insanların ehtiyacı var o hakimə. O hakimə ehtiyacları olduğu üçün ki, o hökm eləsin, o da insanlardan pul alır, bu rüşvətdir. Bunu eləyə bilməz. Vəl-məşhur əl-mən'u mutləqa. Uləma arasında məşhur budur ki, mütləq surətdə əvəz götürə bilməz hakim. İstəyir o qəzavət o qaziyə təyin olunsun, ya olunmasın. Bəl fi cami'ul məqasid dəvən nəs vəl-icma. Mühəqqiq Kərəki Cami'ul Məqasid kitabında iddia edib ki, buna həm nəssimiz var, həm icma var. Yəni, istəyir qazi təyin olunsun, bir qazi olsun, çox qazi olsun, fərq eləməz. Mütləq şəkildə o, mütəhakimindən heç bir pul götürə bilməz. Bu da bir rəydir. Hələ bu barədə başqa rəylər də var. İnşallah gələn dərsimizdə oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.